Müəllim, şəriətə görə beh almaq icazəlidir. Məsələn, insan bir mal almaq üçün beh verir. Əgər o malı almaq fikrindən dönsə, həmin pul qaytarılmır. Bu alış-veriş Allah icazəlidir. Allah daha doğrusunu bilir. Mənə gəlib çatana görə bu cür ticarət etmək icazəlidir. O bizdə urfda, adətdə beh deyirlər buna. Məsələn, mən bir malı almaq istəyirəm. Gəlib deyirəm ki, bir qismini verirəm beh olaraq. Bu malı götürəcəm sabah. Və gəlib o malı götürəndə o qismin üzərini düzəldirəm, hissəsinə əlavə edirəm, götürürəm malı. Yox, əgər götürməsəm, almasam, bu verdiyim pul qalır sənə. Deyirlər, beh batdı. Belə deyirlər bizdə. Allah daha doğrusunu bilir. Burada heç bir problem yoxdur. Bu çünki nəyə görə? İki tərəfin razılığına əsasən olan bir şeydir. Hamı bilir ki, beh verdinsə, malı götürmədinsə, beh batır. İki tərəfin razılığına əsasən olan bir şey, burada heç bir problem yoxdur. Ona görə nəsə alanda beh vermək olar. Əgər almadınsa, beh qalır həmin adama və burada heç bir problem yoxdur.